Elmi olaraq sübut edildi. Stress həqiqətən də xərçəngin yaranmağına səbəbdir. Bundan əlavə siqaret tərgizmək istəyənlər bol portağal yeyin. Niyəsini isə bizə sona qədər baxsanız biləcəksiniz. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Ürək müalicəsində innovativ addımlar atılır. Amma bununla bərabər alimlərlə demək olar ki, çiyin-çiyinə vuruşan süni intellekt də var. Süni intellekt ürək müalicəsində və müayinəsində yeni metodlarını təklif edib. Baxaq görək nələrdir. Ürək müalicəsində süni zəkanın metodları. Yeni elmi araşdırma süni intellektin ürək-damar xəstəliklərinin müalicəsində dərman seçimini köklü şəkildə dəyişə biləcəyini göstərir. London İmperial Kollecinin alimləri ürəyin fəaliyyətini əks etdirən detallı görüntüləri geniş tibbi məlumat bazaları ilə birləşdirən Cardio-KG adlı geniş intellekt aləti hazırlayıb. Texnologiya konkret ürək xəstəlikləri ilə əlaqəli genləri müəyyənləşdirməyə və uyğun dərmanların daha sürətli aşkar edilməsinə imkan verir. Tədqiqat Böyük Britaniyanın biobank layihəsində daxil olan minlərlə insanın ürək görüntülərinə əsaslanır. Araşdırmada arterial fibrilyasiya, ürək çatışmazlığı və infarkt keçirmiş pasientlərlə yanaşı sağlam könüllülərin məlumatları da istifadə olunub. Alimlərin sözlərinə görə bu yanaşma konkret xəstənin ürək funksiyasına uyğun olaraq dəqiq müalicə planı qurmağa şərait yaradır. Süni intellekt modeli revmatoid artritin müalicəsində istifadə olunan metotrexatın ürək çatışmazlığı olan xəstələr üçün faydalı ola biləcəyini, şəkərli diabetdə tətbiq edilən gliptin qrup dərmanları isə arterial fibrilyasiya zamanı təsir göstərə biləcəyini müəyyən edib. Analizlər bəzi hallarda kofeinin qoruyucu təsirini də göstərsə də mütəxəssislər bunun qida vərdişlərinin dəyişdirilməsi üçün əsas olmadığını vurğulayır. Bu pəhriz haqqında çox danışmışıq və danışmağa da davam edirik. Çünki dünyanın ən sağlam pəhrizlərindən hesab olunur. Söhbət hansı diyetadan gedir bilmək istəyirsinizsə, bizə diqqətlə baxın və unutmayın, artıq çəki həmişə problemdir. Adriatik pəhrizi niyə bu qədər bəyənilir? Bu pəhriz Adriatik dənizi sahillərində yerləşən ölkələrdə formalaşmış ənənəvi qidalanma modelidir və ürək-damar sağlamlığına müsbət təsiri ilə diqqət çəkir. Bu pəhriz əsasən meyvə və tərəvəzlərdə, tam taxıllara, paxıllılara, qoz fındığa, zeytun yağını və balıq məhsullarına üstünlük verir. Qırmızı ət, işlənmiş qidalar və şəkərli məhsullar isə minimum səviyyədə tövsiyə olunur. Elmi araşdırmalar göstərir ki, Adriatik pəhrizi xolesterin səviyyəsinin azalmasına, qan təzyiqinin tənzimlənməsinə və damar divarlarında iltihabi proseslərin zəifləməsinə kömək eləyir. Balıqda olan omega-3 yağ turşuları ürək ritmini sabitləşdirir. Zeytun yağı isə damar elastikliyini artıraraq ateroskleroz riskini azaldır. Liflə zəngin paxlalılar və tam taxıllar isə maddələr mübadiləsini yaxşılaşdırır. Mütəxəssislər bildirirlər ki, Adriatik pəhrizi Aralıq dənizi tipli qidalanmaya yaxın olmaqla uzun müddətli tətbiq zamanı infarkt və insult riskini əhəmiyyətli dərəcədə azalda bilər. Sağlam qidalanma ilə yanaşı fiziki aktivliyin qorunması bu təsirləri daha da gücləndirir. Portağalın siqaret, xüsusilə də elektron siqareti tərk etmək üçün çox vacib və eyni zamanda effektli bir üsul olduğunu bilirdinizmi? Sözün düzü mən də bilmirdim. İndi isə portağal bol yeyək, siqaretdən uzaq olaq şüarı altında Kəmal Osmanovanı dinləyirik. Portağal elektron siqaret asıllığını azaldır. Son illərdə elektron siqaretdən imtina mövzusu təkcə sosial deyil, həm də elmi araşdırmaların diqqət mərkəzindədir. Mütəxəssislər bildirib ki, bu prosesdə qidalanma və vitamin balansı da mühüm rol oynayır. Xüsusilə portağal kimi C vitamini ilə zəngin meyvələrin təsiri maraq doğurur. Amerika Birləşmiş Ştatları və Avropada fəaliyyət göstərən tədqiqat qrupları tərəfindən 2018-2022-ci illər arasında aparılan bir sıra elmi araşdırmalar göstərib ki, nikotin istifadə edən şəxslərin orqanizmində C vitamini səviyyəsi adətən daha aşağı olur. Alimlərin fikrincə bu vitaminin çatışmazlığı stressin artmasına, əsəbilik və əhval pozuntusuna səbəb olur ki, bu da elektron siqaretdən imtinanı çətinləşdirir. Heyvanlar üzərində aparılan araşdırmalarda tədqiqatçılar C vitamini qəbulunun nikotindən yaranan narahatlıq və gərginlik əlamətlərini azaltdığını müşahidə edib. Mütəxəssislər vurğulayıb ki, gündə bir portağal yemək və ya elektron siqaretə güclü istək yarandıqda bir stəkan bu meyvənin təbii şirəsini içmək imtina prosesini müəyyən qədər yüngülləşdirə bilər. Bununla belə alimlər qeyd edib ki, bu üsul tibbi və psixoloji dəstəyi əvəz eləmir.
Bu cümləni uşaqlıqdan eşidirik. Əsəbləşmə, xəstəlik taparsan. Və həqiqətən də dildən dilə yayılan sözlərin kökündə böyük bir həqiqət dayanır. Alimlər nəhayət ki, dəqiq olaraq sübut elədilər. Həqiqətən də stres xərçəng yaradır. Stres xərçəngin yayılmasını artırır. Amerika Birləşmiş Ştatlarının New York şəhərində yerləşən Cold Spring Harbor laboratoriyasının alimləri xroniki stresin xərçəngin yayılmasını sürətləndirdiyini aşkar edib. Araşdırmanın nəticələri nüfuzlu Cancer Cell jurnalında dərc edilib. Tədqiqat döş xərçəngi olan laboratoriya siçanları üzərində aparılıb və stres altında olan heyvanlarda xərçəngin metastaz vermə riskinin 2-4 dəfə artdığı müəyyən edilib. Araşdırmaya görə xroniki stres zamanı neyrofil adlanan ağ qan hüceyrələri yapışqan tor şəkilli strukturlar yaradır. Bu strukturlar xərçəng hüceyrələrinin sağlam toxumalara daha asan nüfuz etməsinə şərait yaradır. Tədqiqatın həm müəllifi doktor Mikola Egeblad bildirib ki, stres altında olan siçanlarda metastastik ocaqlarda qorxulu dərəcədə artım müşahidə edilib və bəzi hallarda bu artım 4 dəfəyə çatıb. Alimlər eyni zamanda stresin T hüceyrələri və təbii öldürücü hüceyrələr kimi xərçəngə qarşı mübarizədə mühüm rol oynayan immun hüceyrələrinin sayını azaltdığını, neyrofillərin sayını artdığını aşkar edib. Ən ağır xərçənglərdən sayılan sümük xərçənginin müalicəsində yeni metodlar alimlər tərəfindən tapılıb və bu üsul elm dünyası tərəfindən çox yaxşı qəbul edilib. Baxaq görək söhbət hansı metoddan gedir. Sümük xərçənginin müalicəsində yeni metod. Alimlər Braziliya və Portuqaliyadakı elm mərkəzlərinin əməkdaşlığı nəticəsində sümük xərçənginin müalicəsi istiqamətində yeni və perspektivli yanaşma irəli sürür. Yeni metod maqnit terapiyasını sümük toxumasının bərpasını stimullaşdıran biomaterial texnologiyası ilə birləşdirir. Tədqiqat çərçivəsində xüsusi maqnit nano hissəciklərindən ibarət bioaktiv material şiş nahiyəsində yerləşdirilir və xarici maqnit sahəsinin təsiri ilə lokal istilik yaradılır. Nəticədə xərçəng hüceyrələri yüksək temperaturun təsiri ilə məhv edilir, sağlam toxumalara isə minimal zərər dəyir. Metodun əsas üstünlüklərindən biri müalicə prosesi başa çatdıqdan sonra sümük toxumasının bərpasının eyni material vasitəsilə dəstəklənməsidir. Bioaktiv örtük orqanizmdə sümüyə bənzər mineral strukturların yaranmasını sürətləndirir və zədələnmiş sahədə təbii regenerasiya prosesini gücləndirir. Bu yanaşma geniş cərrahi əməliyyatların, xüsusilə amputasiya riskinin azaldılmasına imkan verə bilər. Hazırda texnologiya laboratoriya və ilkin sınaq mərhələsində qiymətləndirilir. Tədqiqatçılar bildirirlər ki, metodun klinik praktikaya tətbiqi sümük xərçəngi xəstələri üçün daha təhlükəsiz və effektiv müalicə imkanları yarada bilər. Ekranda gördüyünüz bu quzu süni yolla hazırlanıb. Bəli, yanlış eşitmədiniz. Süni uşaqlıqda yaranan süni quzu. Biz yalnızca insanları deyil, artıq heyvanları da süni yetişdirməyi bacardıq. İnsanlar tanrılıq iddiasındadır. Bunu yəqin ki, başa düşürsünüz. Və bunun da nəticələri xoş olacaqmı? Bunu da yəqin ki, yaxın 5 il ərzində biləcəyik. Süni uşaqlıqda quzu yetişdirilib. Amerika Birləşmiş Ştatlarında aparılan elmi tədqiqatlar vaxtından əvvəl doğulan körpələrin yaşaması istiqamətində ümidverici nəticələr ortaya qoyub. Alimlər ilk dəfə olaraq quzu üzərində süni uşaqlıq texnologiyasını sınaqdan keçirib. Təcrübə zamanı təxminən 3 ay erkən doğulan quzu BioBag adlanan süni uşaqlıqda 28 gün ərzində saxlanılıb və bu müddətdə sağlam şəkildə inkişaf edib. Araşdırmalar göstərib ki, quzunun orqanlarının inkişafı ana bətnindəki təbii inkişaf prosesi ilə demək olar ki, eyni olub. Xüsusilə də erkən doğum nəticəsində yaranan tənəffüs problemləri və tam formalaşmamış orqan çatışmazlıqları süni uşaqlıq vasitəsilə aradan qaldırılıb. Yeni texnologiya Amerika Birləşmiş Ştatlarının Filadelfiya uşaq xəstəxanasında hazırlanıb. Layihənin rəhbəri cərrah Alan Fleck bildirib ki, BioBag sistemi ana bətnindəki mühitlə xarici dünya arasında körpü rolunu oynayır. Bu texnologiya vaxtından əvvəl doğulan körpələrin qaz mübadiləsini təmin edir. Ağciyərlərin struktur və funksional problemlərini azaldır və tənəffüs çatışmazlığının qarşısını almağı hədəfləyir. ...2026-cı ilin ilk buraxılışı sona çatdı. Tibb sahəsində öyrənmək istədiyiniz, bilmək istədiyiniz yeniliklər əlbəttə ki, STV Xəbərin bütün buraxılışlarında sizi gözləyir. İl boyu bizi izləməyi unutmayın. Doğmalarınızın da qeydinə qalın. Sağ olun, salamat olun.